Salam aleykum dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Kupçalı, əlim yandı satılan 4 otaqlı mənzil təqdim edəcəm. Mənzil şəxsi yaşayış üçün çox bahalı təmir olunmuş bir mənzildir. 170 kvadrat, qanuni 4 otaqdır. Sənəd Kupçadır. Bura gördüyünüz kimi qonaq otağıdır. Kvadrat şəklində təxminən 45 kvadrata sahəsi olan möhtəşəm bir qonaq otağı sahəsidir. Əşyalar hamısı bahalı. Bütün otaqlarda Mitsubishi kondisioner var. Televizor və tam əşyalı şəkildə satılır. Əgər istəsəz, əşyasız da ala bilərsiniz, onu danışmaq lazımdır. Qonaq otağının qarşısında böyük pəncərələr, qarşısı açıqdır binanın. Tam teleqülləyə kimi panoraması var. Bura mənzilimizin koridor hissəsidir. Koridorda gördüyünüz bahalı şkaflar yığılıb. Üzərisi hamısı MDF, maşın boyasıdır. Qapılar hamısı qoz ağacından yığılıb. Gəlin keçək sizə. Burada gördüyünüz kimi kəbəkə, güzgü, 2 hamam otağı var. Biri bu hissədə yerləşir. Hamam otaqları istipol. Hamam otaqların hamısı aksesuarları keyfiyyətli. Brend. Mərtəbə 18-in 6-cı mərtəbəsi. Yerləşmə yerini deyim sizə, Yeganə Şadlıq Sarayının tam arxasında yerləşir. 18 mərtəbəli binanın 6-cı mərtəbəsində. Bura uşaq otağıdır. Uşaq otaqlarında da parketdən istifadə olunub. Bu əşyalar da hamısı dəyərli, keyfiyyətli əşyalardır. Gəlin böyük yataq otağını göstərim. Bura mənzilimizin böyük yataq otağı. Buradakı əşyalar da hamısı deyilən qiymətə daxildir. Kondisioner var və bu pəncərədən də baxışlarda qarşısı açıqdır. Bu mənzilin özünə aid liftin yanında əlavə şkaflar yığılıb və balkonunda da şkaflar var ki, artıq əşyalarınızı qoymaq üçün də yer var. Bura növbəti 3-cü yataq otağı. Bu yataq otağı da çox geniş, rahatdır. Böyük pəncərələrlə proyekti yarım yel çəkəndir. Bu hissədən də baxır tam Bazastorun yanına, deməli 8-ci mikrorayon tərəfə. Burada metroya da təxminən 5 dəqiqəlik məsafədədir. Əcəm metrosuna 5 dəqiqəlik məsafədə yerləşir. Binanın da normal həyəti var. Bura mənzilin giriş hissəsidir, domofonu var. Giriş hissəsi istipol, hamamlar istipoldur. Bura 2-ci hamam otağıdır. Hər iki hamam otağı istipoldur. Bura isə mənzilimizin möhtəşəm sahəsi olan mətbəxi. Mətbəxdə də bahalı elektronikalar var. Mətbəx mebelinin özü çox bahalı bir mebel yığdırıb. Kim alsa deyil, Allah xeyrin versin, halal xoş olsun. Hamısı da mənzildə qalacaq. Balkonu da cam balkonla bağlatdırıb. Qiymət 380 min manata deyilir. Real müştəri olsa razılıq da olacaq. Sağ olun, var olun.